Azərbaycanda bürcün HR-ın xoşuna gəlmədisə, müsahibədən kəsilə bilərsən. Bir neçə gün öncə belə bir yumoristik post paylaşmışdım. Postun bir hissəsində bürclər haqqında danışdım və qeyd elədim ki, əqrəb bürcüdsə onu işə götürmürük və bu bir yumor idi. Bir rəy məni əməlli başlı şoka saldı. 14 illik HR olaraq deyirəm ki, sabit bürclər nədirsə kimsə izah eləsin, mən onu başa düşmədim. İş üçün əvəz edilməzdirlər. Əqrəb bürcünün olduğu şirkət heç vaxt batmaz. Hal-hazırda irəlidə olan şirkətlər Meta-dır, Nvidia-dır, Google-dır. Buralarda deyirsiniz, yəni əqrəb bürcü çoxdur, ona görə irəli gedirlər. Və 14 illik HR-ın belə bir komment yazması çox təhlükəlidir. Məhz buna görə də belə bir cavab yazdım. Mən həqiqətən də bunun zarafat olduğunu öz gözlərimlə görmək istəyirdim. Yaxşı ki, bu məsələnin zarafat olduğunu qeyd elədi. Yəni bunu mən deyəndən sonra etsə də buna görə təqdir edirəm. Kommentlər gəlməyə başladı və bir anda həmin bu insan qeyd elədi ki, iş performansı yüksək olub, amma insani keyfiyyəti zəif biri heç vaxt bir şirkət üçün yararlı kadr ola bilməz. Çox düzgün və yerində vurğulanmış bir məqamdır. Qaldı ki, bürcə, astrologiya ayrıca bir elmdir. Onu astroloqlar daha yaxşı bilər. Astrologiya elm deyil. Elm xüsusi faktlara və dataya əsaslanan bir şeydir. Astrologiya isə hər hansı bir dataya və faktlara əsaslanmır. Kökü miflərdən gəlir. Mənə gələn onlarla mesaj bunu göstərir ki, HR mütəxəssislər müsahibələr zamanı insanların bürclərini soruşur və həmən bürcə görə dəyərləndirir. Hətta doğum xəritələrini belə insanların çıxarır. Deyirəm, xaricdə müsahibədən keçmək üçün insanlar şirkətin dəyərləri haqqında məlumat alırlar. Bizdə görəsən HR hansı bürcü bəyənir? Biabırçılıq.